Dedik, dinlər tarixi bizə heç bir dinin tamamilə təcrid olunmuş və statik olmadığını göstərməkdədir. Fərqli dini ənənələri və onların da müxtəlifliyi, çeşidliliyi və dəyişkənliklərini diqqətə almadan din və qadın mövzusundakı şərhlər demək, əlbəttə ki, bizə tam bir rəsmi çizməz, tam bir tablonu görməyə imkan verməz. Həmçinin dinlər tarixindən yanaşma bizə tarixi və coğrafi olaraq da sadəcə dinləri yox, onunla sıx əlaqəli olan sosiokültürel quruluşları da yaxşı görməyimizə imkan verir. Bəhs etdiyimiz o tam tablo, o rəsm əlbəttə ki, farklı parçalardan ibarətdir. Dinlər tarixi tədqiqi bizə başqa bir nüansı da göstərir ki, bu sahədə demək homoreligiyos, yəni dini varlıq olaraq adlandırılan insanoğlunun dini mövzularda az ya çox oxşar münasibət, mövqe nümayiş etməsidir. Müxtəliflik, dəyişkənliklərlə yanaşı oxşarlıqlar da əhəmiyyətlidir və bütün bir nöqteyi nəzər baxımından həmçinin əhəmiyyətlidir. Bu nöqtədən baxıldığında demək tarixdə və günümüzdə fərqli mədəniyyətlər və dini ənənələrdəki qadınların macərası bizə yad və uzaq deyildir. Həm müsbət, həm mənfi tərəflər, məsələlər əslində oxşardır.